Salam hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Bu günləri mən Cəfərli Turanə, ixtisasca biokimyaçı, dietoloq və nutrisioloq kimi fəaliyyət göstərirəm. Bugünkü təlimimiz yeni gələn məhsulumuz primer haqqında olacaqdır. Əslində bilirsiniz ki, hər həftə bizim təlimlərimiz olur fərqli-fərqli mövzularda. Ə, Təlimə keçməmişdən öncə sizə bunu bildirmək istəyirəm ki, bəziləriniz məsəl üçün daim təlimlərə qatılırlar, digərləri bəlkə də YouTube kanalından qulaq asırlar. Lakin bilmək istədiyiniz bir məqam var ki, bilməyinizi istədiyim. Təlimlər bizim inkişafımız üçün çox önəmlidir. İnkişaf dedikdə, yəni məhsullara yanaşmamız fərqlidir. Bəli, prime məsəl üçün haqqında çox insan eşidibdir. Onu baza kimi tanıyır. Hər bir kəs makiyaj altı olan bir məhsul kimi. Lakin primerlərin belə özü də fərqli olur. Tərkibləri fərqli olur. Məhz bu təlimlərin əsas məqsədi bu məhsullara biz necə yanaşmalıyıq, insanlara necə təqdim etməliyik ki, yəni mahiyyəti bundan ibarətdir. Və onun üçün də nə qədər biz təlimlərə qatılsaq, fərqi yoxdur. Yəni mənim təlimim olur, digər təlimlər olur. Biz o qədər inkişaf edəcəyik. Yəni biz elə bir devirdə yaşayırıq ki, elmdir, hal-hazırda hər bir şey günü-gündən inkişaf edir və yeniliklər belə günü-gündən inkişaf edir. Məsəl üçün 3 ay bundan əvvəl dediyim hansısa bir prosesi, məsəl üçün bu gün mən təlimdə fərqli deyə bilərəm. Çünki araşdırmalar günü-gündən artır, elm inkişaf edir və ona görə də təlimə qatılmaq çox önəmlidir. Və bugünkü təlimimiz primerdir. Primerdə istərdim ki, qoşulan insanlar çox olsun, lakin gördüyüm kimi çox az insan qoşulubdur. Çünki burada mən o qədər fərqli bir məqamlara toxunacağam ki, tərkibindəki olan elə bir aktiv maddələr var ki, bizim belə deyim, dərimizi belə dəyişən proseslər var ki, hansı ki, bu günləri mən bu təlimdə hər birini sizə çatdıracağam. Primer dedikdə ilk insanın dediyim kimi ağlına bir baza gəlir. Əslində primer sözü var, yəni digər elm sahələrində də işlədir. Primer sözü özü, hətta belə deyim, laboratoriyalarda PCR analizləri var ki, məsəl üçün o analizlər, yəni dəqiq diaqnoz qoyulmuş analizləri bu primer testdən keçməmiş bu proses baş vermir. Yəni bu ilkin hazırlıq mərhələsidir. Yəni bunu sırf, yəni heç bir kosmetologiya, yəni makiyajla bağlamağımız düzgün deyil. Yəni bu ümumi bir sözdür ki, hansısa bir prosesin başlaması üçün biz primerlərdən istifadə edirik. Primer nədir? Primer ümumi olaraq baxdıqda dərimizin mikro relyefini hamarlayır, balanslaşdırır, stabil şəkildə edir. Və ən önəmli burada oksidləşmə və su itkisinə keçid edən bir məhsuldur. Yəni primer krem deyil, makiyaj deyil, primeri dermokosmetik bir keçid mərhələsidir. Biz demişik ki, digər təlimlərdə kosmetik məhsullar da var, bir də dermokosmetik məhsullar var. Sırf primer dermokosmetik məhsulun keçid mərhələsidir. Yəni burada bir keçid mərhələsi. Sırf buna yəni hal-hazırda bir makiyaj bazası kimi deyil, dermokosmetik bir keçid mərhələsi kimi baxmağınızı istəyirəm. Primerin funksiyalarına gəldikdə, ilk olaraq primer mikro qırışları vizual olaraq azaldır. Və bundan əlavə bilirik ki, makiyaj edən zaman biz güzgüyə baxırıq ki, hardasa bizim üz dərimizdə makiyaj tam oturmuyubdur, ton bərabərliyini görürük. Hətta 1-2 saatdan, 1 saatdan sonra makiyajın bizim belə deyim, ton bərabərliyi daha da biruzə verir. Məhz primer onun tonun bərabər oturması üçün ən önəmli bir məhsuldur. Sonra əsas funksiyasından biri odur ki, istər-istəməz biz makiyaj istifadə etdikdə burada biz sebumu, yəni dərimizin öz yağ ifrazatının balansını pozuruq. Məhz primer də burada sebum balansının qorunması üçün əsas məhsul kimi istifadə olunur. Antioksidan təsir göstərir primer, çünki mikro iltihab yaratdığı üçün makiyaj burada bizim antioksidantlara çox ehtiyacımız olduğu üçün biz primerdən istifadə edirik. Ən önəmli dəridə stres bariyeri yaradır. Yəni biz onu hiss etməsək belə, gözlə görməsək belə
gün ərzində etdiyimiz makiyajlar bizim dərimizə həddindən artıq stres yaradır. Məhz primerin əsas işi dərinin üst qatında, stratum corneum qatında, yəni ən üst təbəqədə görür. Çünki o təbəqə nədir? O təbəqə bizim günəş şüalarımız, kimyəvi maddələrdən qoruyan bir təbəqədir ki, hansı ki, həmin o üst qatda, həmin primerin gördüyü iş həmin o qatda olur. Yəni iş yeri onun həmin o qatımızdır. Primer hal-hazırda şirkətdə özünüz də görürsünüz, üzərində yazılıbdır anti-age. Bunun anti-age olmağının, yəni bir çox səbəbləri var ki, bu günləri biz onların hər birinə vurğulayacağıq. Əslində primeri hər kəs silikonlu bir hamalaşdırıcı, yəni makiyaj düz dursun üzdə, yəni bu kimi tanıyır, baza kimi tanıyır. Lakin bu primerin əsas məqsədi sırf, yəni burada makiyaj tam otursun deyə deyil. Bunun özünün bir çox özünün istiqaməti də var. Gördüyümüz kimi üzərində də yazılıbdır anti-age. Çünki bunun tərkibi çox fərqlidir. Tərkibində nələr var? Niatinamid var. Yəni hər kəs bunu tanıyır. B3 vitamini, stabil formada vitamin C var. Peptidin özü var. Antioksidan 3 cür göbələk var. Bir də ən önəmli burada 3 ədəd turşu var. Ə, Əslində bunların hər birini ayrı-ayrılıqda sizə izah edəcəm. Yəni ilkin olaraq bu primeri anti-age edən bu tərkib hissələrdir. Yəni burada sırf bu primer onu aktiv yaşlanma əleyhinə olan dermoprimer kimi təqdim etməyinizi istərəm. Yəni bir insan bizə məsəl üçün bu mənə niyə lazımdır sualı gəldikdə bu əslində primer deyil ki, makiyaj tam üzümüzdə normal otursun. Bunun əsas məqsədi dermoprimerdir ki, həm makiyaj normal oturur, həm də orada özü öz işini görür ki, hansı ki bu tərkib hissələrlə. Tərkibi çox güclüdür. Bəzən gördüyünüz kimi 3 ədəd turşu var. Bəzən olur ki, dermatologiyada bu 3 turşunu polihidroksit turşu, alfa hidroksit turşu, bir də ən əsas onu belə deyim, daha belə deyim, həm qiymət baxımından, həm ümumi olaraq daha fərqli edən bu traneksamik turşusudur ki, bu turşular sayəsində bu primer fərqlidir. Və ən önəmli, bu turşuları bəzən olur ki, bir araya yığmaq mümkün olmur. Yəni, əgər bir göstərici varsa da, məsəl üçün, ayrı-ayrı bu turşuları tövsiyə etmək mümkündür. İndi keçək ayrı-ayrı bunların tərkib hissələrinə və fərqləndirən əsas aktiv maddələrə. İlk olaraq bunun tərkibində vitamin C var. Biz dedik ki, vitamin C çox önəmlidir. Hətta belə deyim, 35-40 yaşından sonra insan rutin olaraq vitamin C-ni öz rutininə daxil etməlidir. Lakin burada bu primer stabil formada vitamin C-dir. Yəni stabil nədir? Dərini qıcıqlandırmadan öz işini görür. Vitamin C burada kollagenin sintezini stimullaşdırır və ən önəmli dərinin tonunu işıqlandırır. Yəni dərimizə həmin o işıqlandırır prosesini sürətləndirir və bilirik ki, vitamin C fotoyaşlanmanı azaldır. Bəzən olur ki, vitamin C sözünü görüb məndə allergiya var, kuperoz var və yaxud da dərim həssasdır. Qətiyyən bunları nəzərə almaq lazım deyil. Çünki burada stabil formada olduğu üçün stabil vitamin C çox yumuşaq formada heç bir qıcıqlanma reaksiyası baş vermir. Yəni adi vitamin C-dən çox fərqlidir və primer üçün də ən ideal forması hesab edilir. Ən önəmli, peptid haqqında çox danışmışıq, digər təlimlərdə də olubdur, məhsullarımızda da olubdur ki, peptidlər çox önəmlidir və inanın ki, peptidlər son zamanlar dermatologiyada, kosmetologiyada öz sözünü demiş bir aktiv maddələrdir və ən önəmli peptidlər qırış üçün lazım olan aktiv maddələrdir. Və burada bilirik ki, peptidlər fərqli olur. Əslində peptid nədir? Bir dənə onu da bilməyinizi istədim. Peptidlər xırda amin turşularıdır və onlar zəncirvari, baxın, bu şəkildə bir-birindən bağlıdır. Lakin peptidlərin özü də fərqli olur. Məsəl üçün, tək zəncirli olur, 2 zəncirli olur və daha çox olur. Bu, onların özünün də belə hər birinin işi var.
Bu primerin tərkibində olan peptid nonapeptid 1-dir. Nonapeptid yəni daha çox zəncirvari, daha çox amin turşuları bir-birindən bağlanıbdır. Nonapeptidin işi nədir? Nonapeptid melanin və qırış mexanizmi bloklayır. Yəni biz bilirik ki, bizim dərimizdə dəri ləkələnməsinin əsas səbəbi melanin yığılmasıdır. Yəni pigmentasiyanın yığılmasıdır. Və bu nonapeptid həmin bu melanin sintez yolunu bloklayır. Yəni bloklayan zaman həmin orada melanin yığılması yavaş-yavaş başlayır bərabərləşməyə. Və əgər biz bu peptidi uzun müddət istifadə etdikdə, profilaktik olaraq istifadə etdikdə artıq biz burada ləkələrə qarşı bir profilaktika yarada bilirik. Bundan əlavə və bu nonapeptidin digər peptidlərdən fərqi odur ki, bu da yəni yenə qırış əleyhinə həmin o siqnalları ötürür. Biz dedik ki, peptidlərin əsas işi kollagen stimullaşdırmaqdır və həmin bu fibrosatlara kollagen istehsal et siqnalını ötürür. Burada nonapeptidin fərqli ondan ibarətdir ki, uzun zəncirli olduğu üçün iki sinerji olaraq, yəni iki prosesi birdən həll edir. Həm anti-age, həm breathing sinerjisini, yəni həm qırışları açır, anti-age edir, həm də breathing, yəni dəriyə işıqlandırma, yəni tonunu açır. Melanin sintezinin yolunu bloklayaraq dərimizə ton bərabərliyi geri gətirir. Bilirik ki, son zamanlarda çox, yəni eşitmişik ki, ləkələrlə mübarizə apara bilmirik, ləkələrimiz günü-gündən yəni artır və bunun üçün bizə elə bir peptid lazımdır ki, hansı ki biz bu məhsulu həm primer kimi istifadə edə bilərik, həm də bu bizim qarşımızda olan bu təzyiqləri, bu proseslərin qarşısını ala bilərik ki, hansı ki bunlar da ləkələrdir. Və bu səhifəyə çox diqqətlə baxmanızı istəyirəm. Hətta belə deyim, özünüzdə mütləq bunları qeyd şəkildə aparmağınızı istəyirəm. Ən önəmli, ən belə deyim, primeri fərqli edən tərkib hissəsi bu hissəsidir ki, bunun tərkibində 3 turşu var ki, hansı ki bu turşuları, yəni hal-hazırda deyə bilmərəm ki, hansı şirkətdə və yaxud da hansı brenddə var ki, bu 3 turşunu bir araya yığaq. Çünki bu turşuların özünün hər birinin funksiyası var. Turşu dedikdə, yəni burada çox qorxulu bir şey deyil. Bizim dərimiz üçün, yəni kosmetologiyada, dermatologiyada hal-hazırda turşular var ki, onu sırf serum şəklində təqdim edirik. Yəni protokollara əsasən və yaxud da peeling şəklində təqdim olunur. Məhz burada 3 turşu var. Hətta mənim sevdiyim turşulardan biri mandalik turşusudur. Mandalik asid də deyirlər. Alfa hidroksid qrupuna aid olur. Bu turşunu mənə də sevməyimin səbəbi ondan ibarətdir ki, mandalik asid turşusu həssas dərilərə belə yəni vermək, gözü yumulu şəkildə vermək mümkündür. Çünki mandalik asid çox yumşaq olduğu üçün bu dəridə hətta belə akneli dərilərə, dəridə olan iltihabı prosesləri blokladığı üçün dərinin teksturasını yaxşılaşdırır. Və bundan əlavə bu primerin tərkib hissəsində laktobianik asid var ki, bu turşuda polihidroksid turşusuna qrupuna aid olduğu üçün əslində biz bilirik ki, turşuların əsas işi dəridə olan ölü hüceyrələri yumuşaq şəkildə ayırmaqdır. Lakin laktobianik asid burada dəriyə nəm verərək dəridə olan ölü hüceyrələri yavaş-yavaş, yəni dərimizdən ayırır. Yəni nəmləndirici peelingdir bu. Bəzi peelinglər var ki, soyur və yaxud da siqnal verərək dəridən ayırır. Laktobianik turşu isə yumuşaq şəkildə. Yəni baxın, tərkibindəki olan turşuların funksiyası necə fərqlidir. Və bu primeri daha spesifik, bahalı edən, daha çox fərqləndirən ən önəmli demək turşumuz Treniaxamik turşusudur ki, bunun əsas işi ləkəyə nəzarət edir. Yəni melazmanın özü gördüyü funksiyanı bloklayır. Yəni sırf burada bunun işi dəridə olan həmin bu ləkələnməyə olan prosesi ləngidir.
və dəri yorulmadan yeniləyir. Ümumiyyətlə turşuların işi dəri yenilənməsidir və bunun əsas bu turşunun əsas funksiyası dəri ləkələnməsini nəzarət edərək dərini yeniləyir. Yəni iki iş görür. Həm dərini yeniləyir, həm bununla yanaşı həmin o mexanizmi ləngidir və bu şəkildə də dəri istər-istəməz hamar görsənir. Və bəzilərinizdən belə geri dönüş olmuşdu ki, hansı ki primer artıq istifadə edənləriniz arasında mən bunu vurdum, heç makiyaj yəni etmədim və mənim dərim hamar göstərdi və məhz bunun tərkibindəki olan bu turşulara görədir. Və ona görə deyirəm ki, məsəl üçün sizə ünvanlananda, məsəl üçün primer mənə ehtiyac varmı? Əslində bunu o məqsədlə istehsal etməyiblər ki, sırf makiyaj altı istifadə etsin. Makiyaj altı bəli, indi tərkibində deyəcəm hansı tərkiblər var ki, o üzrə də istifadə edirik. Lakin bunu biz istifadə edərək bunun tərkibindəki olan bu turşular, vitamin, stabil vitamin C və bundan sonraki deyəcəyim o antioksidantlar onlar artıq dərimizdə olan o prosesi başlayırlar reaksiya olaraq orada işini görməyə. Ə, və bundan əlavə bilirik ki, bunun tərkibində antioksidant var. Üç göbələk var ki, güclü antioksidantlardır və antioksidantları çox xahiş edirəm, səhv salmayın. Hər birinin özünün işi var. Antioksidantlar bəli, stabil olaraq ümumiyyətlə çox eşitmişik ki, sərbəst radikalları təmizləyir. Yəni bədəndə də belədir. Yəni bunu səhv salmamızı qətiyyən istəmirəm. Çünki antioksidantlar bir-birindən fərqlənir. Necə fərqlənir? Sərbəst radikalları təmizləyənlər var. Oksidləşmiş stresi azaldan var. Hüceyrə yaşlanmasını bloklayan antioksidantlar var. Məhz burada da 3 cür antioksidant göbələyi var. Bunların da hər birinin özünün işi var. İlk olaraq reşi göbələyi var. Reşi göbələyinin əsas işi burada hüceyrəni sakitləşdirir və qoruma funksiyasına keçir. Çaqa göbələyi isə birbaşa, bu da güclü antioksidantdır. Bu hüceyrə DNT-sinin sintezində iştirak edərək hüceyrəni qoruyur. Və ən önəmli burada kartiokeps göbələyidir. Bu çox maraqlı bir göbələkdir. Bunun əsas işi hüceyrə bilirik ki, dəri hüceyrəsinin birbaşa membranının içərisini qoruyaraq güclü antioksidant təsir edir. Yəni ona görə burada çox fərqlidir. Bəs bu antioksidantlar bizə niyə lazımdır? Baxın, bir insan, biz deyir ki, urban stres nədir? İndi hal-hazırda bizim həyatımıza, bizə verdiyi stresdir ki, hansı ki biz bunu hiss etmədən dəri qocalır. Bu nədir? Tozdur, çirkdir, və ultrabənövşəyi, şüadır. Bunlar biz bilmədən dərimizə istər-istəməz dəri bu streslə yaşayır, oksidləşdirici streslə yaşayır və dəridə qocalma prosesi gedir. Məhz bu antioksidantlar, bu göbələk həmin bu stresin qarşısını alır. Və bunu da bildirmək istəyirəm ki, ümumiyyətlə mavi işıq qədər insanın dərisini qocaldan mən digər stres tanımazdım ki, çünki yəni mən özümlə də bunu müqayisə edirəm ki, çünki dayanmadan kompüter arxasında oturan biri olduğu üçün və hətta belə deyim, günümün yarısı kompüter olsa da digər hissəsi telefondan istifadə etdiyim üçün, yəni işlə əlaqəli və dəriyə necə bir stres aldığımı mən özüm hiss edirəm ki, və bunun üçün də biz elə məhsullar seçməliyik ki, dərimizə dayanmadan, yorulmadan həmin bu antioksidantları tətbiq etməliyik ki, dərimiz bu qədər stresə məruz qalmasın. Çünki bəzən olur ki, bir insan deyir ki, yəni mən evdə otururam, evdə işləyirəm və heç bir tozdur, çirkdir və yaxud da toksiki maddələrlə üzləşmirəm. Lakin bizə bu mavi işığın verdiyi stresin verdiyi oksidativ stressi insanlar fərqində deyil. Və ona görə burada biz bunlara da mütləq riayət etməliyik. Və bilirik ki, tərkibində pantenol var. Pantenol çox önəmli bir vitamindir. Dəri üçün mənim ən sevdiyim vitaminlərdən biridir. Çünki pantenolun işi çox fərqlidir. Pantenol B5 vitamini kimi hər kəs tanıyır və pantenol burada ilk olaraq demək, dəri onu B5 vitamini kimi qəbul edir, sonra bunu turşuya çevirir. Yəni pantotenik turşusuna çevirir. Turşuya çevirdikdən sonra bunu koenzim A sintez edir. Koenzim A sintezi burada nə edir? Baxın, bax bu dəridə
Biz ümumiyyətlə, yəni hiss etmədən inanın ki, dərimizi mikroiltihab yaradırıq. Yəni mən özüm şəxsən belə deyim, hər gün, yəni elə bir gün olmur ki, makiyajdan istifadə etməyim. Çünki işimlə əlaqəli olaraq, yəni hardasa səhər saat 11 radələrində makiyaj edirəm düz axşama qədər. Lakin bu mənim üçün, dərim üçün bilirəm ki, əslində çox iltihab yaradan bir prosesdir və inanın ki, elə bir ağır tonalilər vururam ki, çünki gün ərzində istəyirəm ki, üzümdə qalsın, işimlə əlaqəli və ona görə də və gün ərzində bu qədər əlbəttə ki, dəri buna dözə bilmir. Dəri çox həssas bir hissə olduğu üçün və bizim dərimiz burada bir mikro iltihab yaradır. Və bu mikro iltihabı biz pantenolla, hətta belə deyim, adi bir pantenol kremi bizim dərimizə çox yaxşı təsir edir. Hansı ki, bu primerin tərkibindən də qoymaqda məqsədləri, tərkibinə salmaqda məqsədləri həmin bu mikroiltihabı yaradan prosesləri qarşısına alır. Dərimizdə hər gün bu keratinitlər yığılır ki, bunlarda bu pantenol onun yenilənməsini gücləndirir və ən önəmli burada dəridə olan mikro çatların, mikro zədələnmələrin yenilənməsini sürətləndirir. Və ona görə də məsəl üçün burada bu primerdə olmaqda mənim üçün çox sevindirici bir haldır ki, sırf bu primerə bu pantenolu salıblar. Çünki makiyaj dəridə yüksək mikroiltihab yaratdığı üçün, keratinləşmə prosesini zəiflətdiyi üçün həmin bu primer vasitəsilə biz bu proseslərin qarşısını alırıq. Yəni burada pantenol, B5 vitamini bərpa üçün və antiinflamator bir prosesi həyata keçirir. Və bundan əlavə özünüz də bilirsiniz ki, 3 yağ turşusu, yağ var. Burada makadamiya yağı, jojoba, bir də grapeseed, yəni üzüm çəkirdeği yağıdır hal-hazırda. Əslində həm makiyaj, həm bizim yaşımız artdıqca belə bizim öz lipid bariyerimiz zəiflənir. Yəni öz yağ balansımız zəiflənir. Yəni bunu istədik, istəmədik proses olaraq bu belədir. Və burada bizə ən önəmli yağ qrupları təklif olunur ki, bu primerdə. Bəlkə də özün, yəni dəfələrlə demişəm, burada bəlkə də artıq bilənləriniz var ki, burada ən önəmli yağ digər məhsullarımızda da var. Dəfələrlə vurğuladığım yağ jojobadır. Jojoba yağını, hörmətli əməkdaşlar, insanlar, yəni dərimiz onu öz sebumuna oxşadır. Artıq jojobanı görəndə dəri mənim öz yağım var siqnalını alır. Yəni jojoba yağını dəri öz sebum strukturu, öz quruluş forması eyni sebum strukturuna oxşadığı üçün artıq mənim, məsəl üçün, bəzən olur ki, insanlar digər yağlardan alırlar. Məsəl üçün, bu kakos yağı da üzərinə çəkirlər. Bunu yəni qətiyyən eləmək düzgün deyil. Burada artıq komedonlar başlayır dolmağa. Lakin burada yağ çeşidləri çox fərqlidir. Jojoba yağı artıq həmin bu dərimizdə olan lipid bariyerimizi gücləndirərək, yəni sebumun özünü mənim sebum var siqnalını alaraq onu algılayır. Makadamiya yağı da çox struktur baxımından sebuma oxşadığı üçün yaşlanan dərini, yəni biz dedik ki, dərimiz sallanır və buna bizim dəri elastikliyini üçün bizə normal sebuma ehtiyacımız var. Bu zaman makadamiya yağının da əsas işi dəridə olan o boşluqları, lipid boşluqlarını doldurmaqdır. Grapeseed, yəni üzüm çəkirdeği yağı da polifenol olduğu üçün, güclü polifenol olduğu üçün burada antioksidant bir qorumaya keçir. Yəni bizim lipidimizi bir qoruma funksiyasını yerinə yetirir. Yəni bu yağ, 3 yağının burada olmasının əsas funksiyası, əsas səbəbləri bundan ibarətdir. Yəni bunu da bu şəkildə insanlara izah etməyinizi istəyirəm. Demək, bizim bu primerin tərkibində squalene adlı maddə var. Əslində squalene özü bir sebum, yəni normalda bizim dərimizdə olur. Elə bil ki, o sebumun ifraz etdiyi
həmin yağın bir hissəciyidir. Məhz bu primerdə isə hidrogenatid formadadır, yəni sulu formalardır. Yəni bu hidrogenatid nə deməkdir? Primeri biz üzümüzə tətbiq etdikdə artıq bunu bu formada olduğu üçün, hidrogenatid formada olduğu üçün bunu dəri özünün squalına oxşadır və həmən dərimiz hamar olur. Yəni onu hamar göstərməsi üçün bu maddə olmalıdır. Və ən önəmli isə dəridə bir ağırlaşma prosesini həyata keçirtmir və dəri çox elastik görsənir və polimer üçün, yəni bu formada hidrogenatid formada olması çox ideal bir forma sayılır və sürüşkənlik yaradaraq dəri üçün bir bioloji uyğunluq yaranır. Yəni silikon effekti vermir. Sürüşkənlik bir bioloji uyğunluq yaradaraq bu prosesi algılayır. Və bilirik ki, dərimizdə bu sebumu tənzimləmədikdə, dəridə yağ balansını normallaşdırmayanda, orada istər-istəməz bir paslanma reaksiyası da baş verir. Məhz bu squalının da əsas işi burada həmin bu lipid peroksidasiyasının azaltmaq, yəni həmin o paslanmanı azaltmaq rolunu oynayır. Hansı dərilər necə istifadə etməlidir sualına gəldikdə, əgər bir insanın dərisi çox qurudursa da, yəni quru dərili bir insandırsa da, yəni bilir ki, mənim dərim quruyur, pullan və yaxud da daim su təmasında, yəni daim bir insan üzünü yuyursa da, məsəl üçün bu daha çox dəstəmaz alan insanlara aid ola bilər ki, daim 3-4 dəfə, yəni dəstəmaz, yəni su təması çoxdur. İnsanlar primeri istifadə etdikdə mütləq nəmləndirici ilə birgə istifadə olunmalıdır. Yəni nəmləndirici olmalıdır. O, yəni serum nəmləndirici primer. Dərisi çox yağlı olan insanlarda həddən artıq çox yağ balansı çoxdursa da və makiyaj istifadə edirsə də, bunlar mütləq serumla birgə istifadə edilməlidir. Yəni burada ən qaçılmaz serumdur. Həssas dərilər çox nəzik qat, yəni həddən artıq çox istifadə edilir, nəzik qatla istifadə edilməlidir. Ləkəli dərilər SPF ilə mütləq istifadə etməlidir və ləkəli dərilərə gedikdə, əgər bilirsinizsə də dərinizdə ləkə var və mütləq primerdən istifadə edin. Çünki mən yenə deyirəm, dəri ləkələrindən əziyyət çəkən insanlarda tərkibindəki, bəli, primer kimi eşidə bilərsiniz. Lakin tərkibindəki olan bəzi güclü aktiv maddələr sayəsində bizim ləkələrimiz açıla bilər. Hansı ki, bunlar turşulardır. Bundan əvvəl dediyim həmin o turşulardır. Hansı o peptiddir ki, nonapeptiddir ki, digər peptidlərdən fərqli olaraq. Və rutin olaraq, əgər çətinlik çəkirsinizsə də, məsələn, bu primeri mən necə istifadə edim? Rutin, əgər səhər rutinimiz evdən çıxırıqsa da, makiyaj ediriksə də, bu şəkildə olur. Üz yuma gelini istifadə etdik, toneri istifadə etdik, tonerdən sonra bir insanın serumu istifadə etdik. Əgər dərim normaldırsa da, yəni heç bir yağ balansım normal deyilsə də, birbaşa primeri istifadə edə bilərik. Çünki primerin tərkibində həm makadamiya, jojoba yağı var, yəni bunlar bizə yetərli eləyir dərini qidalanmaq üçün. Yox, bir insan deyirsə, mən ləkələməyə çox meylliyəm. Mən dəfələrlə deyirəm, ləkələməyə meyilli olan insanlar həyatlarına SPF, vitamin C-ni çıxartmamalıdırlar. Və primerdə burada artıq bizim həmin bu ləkələnmə prosesində bizim işimizi daha da gücləndirir və bu ləkələnmə prosesində biz bu proseslə daha da mübarizə aparmaq üçün primer məhsulunu biz rutinimizə daxil etməliyik. Primeri digər primerlərlə müqayisə etdikdə, digər primerlərdə dediyim kimi silikon əsaslı olur. Yəni bir filtr şəklində bizim dərimizə çəkilir və qısa müddətdə olur. Yəni dəridə real qalmır. Lakin X-Pride Platinum seriyasından olan bu anti-age primer isə tamam fərqlidir. Məqsəd təkcə görünüş deyil, bioloji təsirdir. Yəni görünüşlə yanaşı bunun funksiyaları var ki, hansı ki dərini qoyur, anti-age'lik yaradır, bir də ləkə açıcı prosesi həyata keçirir. Yəni ayrı bir klassik primer istifadə etdik, makiyaj silindikdən sonra, yəni bu tamamilə dərimizdən çıxdı, getdi. Lakin primer bizim makiyaj altı belə olsa, onun içində olan aktiv maddələr özü öz işini görür və ona görə də bu primer anti-age sayılır və dermo kosmetik məhsul sayılır.
Və sual ola bilər, bilirəm ki, hər birinizdə var hal-hazırda bu sual. Əgər tərkibində bu varsa da, onda elə məsəl üçün adi nəmləndiriciden istifadə edək, məsəl üçün turşu tərkibli, yəni bu nəmləndiriciden istifadə edək. Xeyr, bu belə deyil. Bunu primer edən əsasən polimerlər var. Yəni hal-hazırda polimer var ki, həmin o səthdə film kimi, nəzik bir qat kimi çəkilir. Yəni kremlərdən, nəmləndiricidən fərqli edən, makiyajı hamar kimi göstərmək üçün məhz tərkibində olan iki dənə polimerdir ki, biri silikadır. Bu demək olar ki, ən önəmli silikadır ki, həmin bu silika polimerdir. Dərimizin, yəni dərimizin optik olaraq hamar göstərir və makiyaj daha bərabər oturur. Və əlbəttə ki, bu silika qətiyyən qırışlara dolmur və məsamələri az görünüş bəxş edir. Yəni bu mexanizmdir. Əslində bu mexanizm primerdə olmur. Lakin bu primerə dediyim kimi digər aktiv maddələri əlavə edərək bunun təsirini tamam fərqli edirlər. Ona görə bu dermo primer sayılır, yəni dermokosmetik bir vasitə sayılır. Bu primeri istifadə etməliyikmi? Məncə, yəni mənim fikrimcə hər kəs bu təlimdən sonra, yəni almayanlar mütləq istifadə etsinlər və nəticələrini mən inanıram ki, yüksək səviyyədə olacaqdır və mənimlə bölüşməyimiz də çox sevindirici hal olar. Burada primer sırf dediyim kimi hal-hazırda bizim şirkətdə olan bu primer makiyaj sırf makiyaj üçün deyil. Bu həm makiyaj üçün, həm dərimizi qorumaq üçün, həm yaşlanmanı yavaşlatmaq üçün, ümumiyyətlə gündəlik stressdən, hazırda bizim bu yaşadığımız devirdə dərimizə verdiyi stressdən qorumaq üçün bir müdafiədir. Sırf bunu makiyajdan əvvəl istifadə edin, makiyajım çox ideal görsəlsin deyə algılamağınızı istəmirəm. Yaşlanmanı ləngitmək üçün, dərimizin püsursuz olması üçün, yəni ideal görsənməsi üçün bir müdafiə, bir məhsulu kimi baxmağınızı istəyirəm. Hər birinizə təşəkkür edirəm, hörmətli əməkdaşlar. Ümid edirəm maraqlı təlim oldu və yetərincə informasiya toplaya bildiniz və ümid edirəm ki, əsasən bu məhsula tamam fərqli yanaşasınız və ən əsası təqdimatlarınız fərqli olsun. Mənə ayırdığınız vaxt üçün, enerji üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Gələn təlimdə görüşmək ümidi ilə.